12 dekabr üçün bürc yorumlarına davam edirik. Qeyd edək ki, ümumi olaraq ay qız bürcündədir. Detallara diqqət artır, analiz qabiliyyəti güclənir. İşləri elə bir ki, qaydaya salmaq, sistemləşdirmək üçün əlverişli gündür. Günəş Neptun harmonik vəziyyətdədir, intuisiya güclənir. Merkuri də Oğlaqda kölgə dövründədir. Ünsiyyətdə daha məsuliyyətli olmaq, yəni ki, məsləhət görülür. Belə, indi gəlin hər bürc üçün görək nə göstərir. 12 dekabr günün enerjisi. Koç bürcü. Diqqətini toplamaq, yarımçıq qalan işləri bitirmək üçün yaxşı gündür. Tələsmək olmaz, detallara fikir vermək lazımdır. Buğa, maddi şəxsi rahatlıqla bağlı qərarlar verə bilərsən. Özün üçün sərhədlər qurmaq ehtiyacı olmalıdır. Yəni, hər kəslə səmimi olmaq olmaz. Əkizlər. Ünsiyyətdə dəqiqlik tələb eləyir. Ola bilsin ki, anlaşılmazlıqlar yaransın. Planları sadələşdirmək sizə yaxşı təsir edəcək. Xərçəng. Duyğular sabitdir. Praktik addımlar atmaq üçün ideal gündür. Ev, ailə ilə bağlı xırda işləriniz varsa, onları qaydaya sala bilərsiniz. Şir. Yaradıcılıq aktivdir. Diqqət edək ki, gözümüzdən detallar qaçmasın. Maliyyə məsələlərinə də real yanaşın. Qız bürcü. Həm özünü, həm də ətrafını səliqəyə salmaq istəyə bilərsən. Çalış, özün üçün kiçik dəyişikliklər elə, bu sənə müsbət təsir eləyəcək. Tərəzi. Tərəzi, belə, içindəki qarışıqlığı təmizləmək, aydın qərar vermək üçün yaxşı gündür. Sakit, ölçülü olmağa çalışın. Əqrəb. Əqrəblər üçün planlar möhkəmləndirmək, irəliləyiş üçün real addımlar atmaq olar. İntuisiyaları güclüdür, amma hər hansı bir işi gördükdə yoxlamaq vacibdir. Ox atan. Maddi və işlə bağlı mövzularda diqqətli analiz aparmaq sənə fayda verəcək. Emosional sabitlik daha sağlam qərar verməyə kömək edəcək. İrəli gedə bilərsiniz, yolunuz açıqdır. Oğlaq. Özünə vaxt ayır, məqsədlərini dəqiqləşdir, yarımçıq qalan işləri səliqəyə sal. Dolça. Dolça, həddən artıq düşünmək yorucudur. Daxili səsinə qulaq as. Yəni, əslində, hansı bir hərəkət, addım atmaq lazım deyil. Balıq. Belə deyək. Bəzi məsələlər var ki, həyatında onlara aydınlıq gələcək. Hissləri səni aldatmır, güclüdür. Ümumiyyətlə, qarşına çıxan hər hansısa bir problemləri çalış, praktik yanaş. Praktik yanaşanda tez həllini tapacaq.